Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla ləzzətli döşəmə plovun hazırlama qaydası olacaq. Plovu hazırlamaq üçün basmati düyünü axar suda islatmazdan öncə təmiz yudum. Yuyulmuş düyünün üzərinə təxminən 1 yemək qaşığı duz, 2 yemək qaşığı da qatıq əlavə edirəm. Qatıqla düyünü islağa qoyduqda sonradan bir-birinə yapışmır. Həm yumuşaq alınır, həm də ki dəndən olur. Üzərinə ilıq su tökürəm. Yaxşı qarışdırdıqdan sonra təxminən 3-4 saat düyünü bu suyun içərisində saxlayıram. Bişirməzdən öncə mütləq suyun süzüb təmiz yumaq lazımdır. Qazanın içərisinə adi soyuq su əlavə etmişəm. Ocağa yerləşdirib suyu qaynadıram. Qaynayan suya duz əlavə edirəm. Təxminən 4 litr suya 3 yemək qaşığı duz əlavə etdim. Duzun miqdarını artırıb azaltmaq olar. Qaynayan suya əvvəlcədən yuyub suyun süzdüyüm düyünü əlavə edirəm. Yüksək temperaturda düyünü bişirirəm. Bişməsin parmağın ucunda yoxlamaq olar. Təxminən 7-8 dəqiqəyə hazır olur. Düyünü süzdükdən sonra duzlu olarsa üzərindən azca su gəzdirmək olar. Toyuğu bu cür doğramışam. Broiler toyuğu olduğu üçün əvvəlcədən qaynadacam. Çiğ hazırlamıram. Üzərinə duz, adi soyuq su əlavə edib bir buğum qaynadıram. Kəfi çıxdıqda ocaqdan götürüb suyun süzürəm. 2 ədəd orta boy soğanı nazik samanvari şəkildə doğrayıram. Soğan nə qədər nazik olsa, bir o qədər tez suyu çıxar. Doğranmış soğanları bir qaba əlavə edib, üzərinə təxminən 1 çay qaşığı duz əlavə etdikdən sonra əlimlə bu qaydada əzirəm ki, suyu tam çıxsın. Sonda soğanın acı suyunu sıxıram. Toyuğun üzərinə biraz sarı kök, duz, əvvəlcədən suyun sıxdığım soğanı əlavə edirəm. 2 yemək qaşığı da turş əlavə edirəm. İstənilən turşudan istifadə etmək olar. Əlimlə yaxşıca qarışdırıram. Qazanın dibinə biraz duru yağ, biraz da kərə yağ əlavə edirəm. Yağ isindikdən sonra ocağı söndürürəm. Toyuğu qazanın dibinə düzürəm. Əgər toyuq kənd toyuğudursa, onu çiğ də bu cür hazırlayıb bişirmək olar. Qaynatmağa ehtiyac olmur kənd toyuğu olanda. Tavanın içərisinə biraz duru yağ əlavə edib 100 qram alça turşusu, 100 qram da əriyi içərisində azacıq qovururam. Əriklə turşunu əvvəlcədən təmiz yumuşam. 1-2 dəqiqə qovurulsa bəs edər. Qabığı soyulmuş şabalıdları da 1-2 dəqiqə bu yağın içərisində qovururam. Əriyi, turşunu və şabalıdı qazana əlavə edirəm. Sonda düyünü əlavə edirəm. Üzərindən kərə yağ əlavə edirəm. Biraz da sarı kök əlavə edirəm. Qazanın qapağını bu cür kip şəkildə örtüb, qazın üzərində dəmir qoyaraq və yaxud da plətənin aşağı temperaturunda aşı dəmləyirəm. Təxminən 15-20 dəqiqəyə hazır olur. Artıq gördüyünüz kimi plov hazırdır. Çox ləzzətli alınıbdır. Dadına söz ola bilməz. Toyuğun digər ərzaqların dadı hamısı plova çıxıb. Hazırlayacaq olanlara nuş olsun.